Mevla Əli belə buyurur. Zülm edənlər, zülmə razı olanlar və zalimə kömək edənlər zülmdə şərikdirlər. Allahın Rəsulü buyurur ki, zalimləri şiddətli cəza gözləyir. Bu iki hədisi yanaşı qoyanda baxıb görürük ki, dünyada zülm edənlər, zülmə susanlar, zülmə rəzayət göstərənlər, zalimə kömək edənlər ağır cəzaya məhkum olacaqlar. Digər hədisdə buyurur ki, zülmə susanlara Allah elə bir zalimi müsəllət edər ki, daha şiddətli zülmə məruz qalarlar. Bugün dünyamızda zülm baş alıb gedir, zülm ərşə qalxır. Baxıb görürsən ki, bir ölkə Amerika kimi, İsrail kimi təcavüzkar bir ölkə digər ölkənin hüdudlarını pozur, digər ölkəyə təcavüz eləyir, onun ölkə başçısını həbs eləyir, özü çox təhqiramiz formada, öz ailəsinin yanında onu alçaldaraq ailəsi qarşı həbs eləyib öz ölkəsinə aparır, dünya ictimaiyyəti buna susur, buna razılıq verir, buna dəstək verir. Baxmayaraq ki, Amerika bu cinayətləri törədir, hələ də Amerikadan demokratiya gözləyir. Bu insanların hər biri Amerikanın, İsrailin etdiyi zülmdə şərikdirlər və onların etdiyi bu zülmün cəzasında şərikdirlər. Dəyərli izləyicilər, bu baş verən olaylara biz diqqət eləməliyik. Biz baxıb görməliyik ki, Amerika kimi bir təcavüzkarın günün günorta çağında Qasım Süleymanı kimi dəyərli bir insanı terror nəticəsində öldürərək, Suriyanı viran qoyaraq, Livanı viran qoyaraq, Libiyanı viran qoyaraq öz hədəflərinə çatır. Amma dünya ictimaiyyəti yenə Amerikadan ədalət umur, Amerikadan demokratiya gözləyir. Bu zülmə dəstək olur, bu zülmə kömək olur, bu zülmə susur. Onların hər biri bu zülmdə şərikdirlər və ağır cəza alan dünya və axirətdə ağır cəzanı dadacaqlar. Vəssalamu aleykum və rəhmətullah.